Salam. Onu bildirim ki, ümumiyyətlə depressiya təkrarlanan, yəni digər bir çox psixi pozuntular kimi təkrarlanan rezidiv verən bir psixi pozuntudur. Yəni bu o deməkdir ki, bir depressiv epizod yaşamısınızsa, yəni bir müddətlik bir depressiyanız olubsa, ondan sonra ikinci dəfə depressiv epizodun olma ehtimalı 50% ola bilir. İkinci dəfə olubsa, üçüncü dəfə ehtimalı 70-80%. Artıq dördüncü ehtimal isə 90% və üzəri rast gəlinə bilir. Bu onu bizə deyir ki, depressiya zamanı, depressiyanın xüsusilə də terapiya, psixoterapiyası zamanı yenidən yaranarsa, əgər yenidən qarşımıza çıxarsa bu əlamətlər, onun üzərindən necə gəlmək olar, öhdəsindən necə gəlmək olar, terapiyada bunlar üzərində də işlənilir. Depressiyanın müalicəsi üçün təkcə dərman müalicəsi kifayət eləməyə bilir sırf bu cəhətdən. Çünki təkrarlanma halında yenidən dərman istifadəsi, yenidən əlamətlərin azalması, amma bu depressiyanın müalicə olunması demək olmur. Ona görə psixoterapiyanın müasir yanaşmalarda, xüsusilə də koqnitiv davranış terapiyasının depressiya üzərindəki effektivliyi tədqiqatlarla sübut olunur və bu bizə deyir ki, xüsusilə də bu psixoterapiya üzərində işlənildiyi zaman bu bizə deyir ki, növbəti dəfə təkrarlanma ehtimalında artıq müraciət edən şəxs hazır olması üçün terapiya da bunun üzərində də işlənilir. Ona görə əgər bu əlamətləri yaşayırsınızsa, dərman müalicəsi ilə yanaşı psixoterapiyadan da faydalanın ki, rast gəlmə ehtimalında bu əlamətləri özünüz nəzarət altında saxlaya biləsiniz.